Ekrana yaxın əyləşin. Sizə möhtəşəm bir 4 otaqlı mənzildən bəhs edəcəm. Həzəslanov metrosunun düz çıxışında ən prestijli MTK-da, səfalı MTK-da 4 otaq Evro təmirli bir mənzil. Hansı ki, özünüz burada görəcəksiniz. Bina evidir, amma 2 mərtəbə. Baxın, dənizə mənzərəsinə, şəhərə mənzərəsinə baxın. Möhtəşəm mənzərəsi var. Möhtəşəm. 17 mərtəbəli binanın 17-ci mərtəbəsində. Yer qranit mərmər istif oldu. Evro təmirdir. Təmirdən sonra yaşayış olmuyor. Birinci mərtəbəsində gördüyünüz kimi mətbəx və qonaq otağı yerləşir və bir sanuzel birinci mərtəbədədir. İkinci mərtəbədə isə yataq otaqları və əlavə bir sanuzeli var. İnşallah indi onu da göstərəcəm. Həqiqətən də nağıllarda olan bir mənzildir. Dostlar, qiymət isə çox münasibdir. Ümumi kvadrat 170 kvadratdır dostlar. Burada dəhlizimizdir gördünüz. İndi isə qalxırıq ikinci mərtəbəyə. Burada qranit mərmərdir, görürsünüz. Evə baxın, möhtəşəm bir evdir həqiqətən də. Şəxsən özüm içəri girəndə özümü bir anlıq bu evdə təsəvvür etdim. Yəni, həqiqətən də Allah olmayanlara qismətləsin. Şərh bölməsində də amin yazaq dostlar, zəhmət olmasa. Bu bizim ana yataq otağımızdır. İkinci mərtəbədə yerləşən, görürsünüz. Və ikinci mərtəbə burada qranit mərmər istif oldu. Burada da bir yataq otağı var və onu deyim ki, ikinci mərtəbənin ümumi hündürlüyü dostlar 6 metrə yaxındır. Yəni, çox hündür, havalı, belə deyim də, fərah bir mənzildir. Bu da bizim ikinci mərtəbədə olan sanuzelimizdir. Görürsünüz, burada qranit mərmər istif oldu. Əşyalarını gətir, gir yaşa. Bu da bir yataq otağıdır dostlar. Və bu yataq otağında da bir dənə əlavə qardirob otağımız var. Görürsünüz burada da. Bu da qardirob otağımızdır bizim. Həqiqətən də möhtəşəm bir mənzildir. Yenə deyirəm, Allah arzusunda olan hər kəsə ev nəsib etsin. Zəhmət olmasa şərh bölməsində də amin sözünü yazaq dostlar. Dediyim kimi 4 otaq, 170 kvadrat sahə, 17 mərtəbəli binanın 17-ci mərtəbəsi və lift mərtəbəyə qədər çıxır. Yəni 17-ci mərtəbəyə qədər çıxır. Mansard deyil, qətiyyən deyil mansard. Bu da bizim aşağıda olan sanuzelimizdir. Dostlar, zəhmət olmasa videomuzu bəyənək, kəşfətə salaq ki, kimin qismətidirsə onun qarşısına çıxsın. Minnətdaram.